Bütün izləyiciləri salamlayıram. İstəyirəm 92-ci ildə şahid olduğum hadisələr haqqında sizə məlumat verəm. Deməli, artıq Laçın işğal olunmuşdu. May ayının axırlarında Laçının icra başçısını dəyişdilər. Azər Məmmədov icra başçısı təyin elədilər. Azər müəllim də məni icra başçısına birinci müavin təyin elədi. Biz deməli Laçınlıların hərbiyə səfərbərliyi ilə bağlı müxtəlif tədbirlər keçirdik. Ağcabəddə bankın qarşısında bağ vardı. O bağda Laçınlıların böyük toplantısını keçirdik. Yaşlı nəslinin xatirində olanlar yəqin unutmuyublar həmən görüşü. O görüşdə çoxlu çıxışlar oldu. 2 nəfərin çıxışı mənim heç vaxt yadımdan çıxmaz. Biri Bəy Kamran idi, biri də Vaqif müəllim Quliyev idi. Allah hər ikisi şəhidimizə rəhmət eləsin. Və birinci videoda mən sizi tanış edəcəm Bəy Kamran haqqında. Bəy Kamran Laçının Bülövlü kəndindəndir. O əsl bəy idi və əsl ləyaqətli bir kişi idi. Məndə olan məlumata görə Bəy Kamran öz kəndlərində Bülövlükdə xeyli qalandan sonra artıq 93-cü ilin qış aylarının axırına yaxın ermənilər deməli Laçının yuxarı kəndlərində işğal eləməyə başladılar və Bəy Kamran yanında olan bir neçə nəfərlə çəkilmişdilər Qaranlığın dərəsinə. Qaranlığın dərəsində o orada bir müddət yaşayandan sonra ermənilər orada dəstə gəlmişdi və ermənilər orada o şəhid olmuşdu. Döyüşərək şəhid olmuşdu. Oğlu da İmamverdi səfərləmsə, o da getmişdi atasının dalınca, o da şəhid olmuşdur yəni orada. İndi Bəy Kamranın hələ qəbri məlum deyil. Yəni o Bəy Kamranı orada kimsə bizimkilər dəfn eləyib, eləməyib bilmirəm yəni. O günə qədər də hələ onun yəni məzarının yeri bilinmir qəhrəmanımızın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qəhrəman qaziləri qorusun. Allah dövlətimizə əbədiyyən var eləsin. Allah qətiyyətli Ali Baş Komandanı qorusun ki, bu günləri Laçında, yurdumuzda ancaq bir şey haqqında fikirləşirik ki, evlərimiz bərpa olunsun, arzusunda olanlar, bütün Laçınlılar kəndə, şəhərə köçsünlər, öz evlərində yaşasınlar. Yaşamdan indiyə içki içməmişəm. Həmişə də bu turu ilə məşq edirəm. 71 yaşım var, hələ bir dənə xəstələnməmişəm. Buyur. Vallahi Yaxşı. Yaxşı.